Bakı Expo mərkəzində keçirilən 31-ci Beynəlxalq Qida Sənayesi sərgisi çərçivəsində 6-cı Qızıl Şah Milli Kulinariya Çempionatı baş tutub. Yarışa 200 iştirakçı qatılıb. Təam hazırlığı üzrə qeyri-adi rəqabətin hökm sürdüyü yarışdan reportajı təqdim edirik. Qadın limon toplayır, çoban qoyun otarır, kəndli yer şumluyur, toyuq cücə isə həyətdə eşələnir. Realistik görünən bu heykəlciklər əslində yeməli materiallardan hazırlanıb. Bəzi əl işləri var ki, onları hazırlamağa günlər, həftələr lazım olub. 3 gün işlədim, amma yəni bitməmişdi. Yəni üstündə işləmək lazımdır. Yəni çox xırdaçılıq eləmək. Nədən hazırlanır? Şəkər yeyiləsi bir şeydir. Şəkər xəmiri. Ən çətinlik çəkdiyiniz hissə nə idi? Saçları vaxtımı aldı, bir də üzümlər. Bitmirdi ki, bitmirdi. Görüntülər Bakıda start götürən 6-cı Qızıl Şah Milli Kulinariya Çempionatındandır. 18 işdir burada. Azərbaycan və Belarusiyadan olan iştirakçılarımızın yaratdıqları, yeyilə bilən materiallardan olan kənd təsərrüfatı işləridir. Şokoladdan və şəkər xəmirindən olan işlərimiz, jürilərimiz xarici və yerli jürilər tərəfindən dəyərləndirilir. Qiymətləndirmədəki detallar isə bu işin nə qədər incəlik tələb etdiyini göstərir. Qiymətləndirmə yoxlanılma ilə başlayır və bu da 5 baldır. Daha sonra gigiyena, qida tullantıları və davamlılıq gəlir ki, bu da növbəti 10 baldır. 20 bal praktiki hazırlığa, yəni aşpazların bişirmə zamanı mətbəxdə nümayiş etdirdikləri bacarıqlara verilir. Yeməyin boşqabdakı təqdimatı 10 baldır. Zamanlama 5 baldır. Həmçinin servis, yəni boşqabın ofisiantlar tərəfindən daşınmağa uyğun olması da nəzərə alınır. Əgər daşımaq mümkün deyilsə, çox bəzəkli boşqab hazırlamağın mənası yoxdur. Və nəhayət 100 baldan 50-si, yəni 50% sırf dada görə verilir. Mətbəxdə ən vacib şey daddır. Bu ilki çempionatın proqramına fərdi aşpaz, şirniyyatçılıq sənəti, komanda yarışları və gənclər kateqoriyaları daxildir. Hal-hazırda qiymətləndirilən hər hansısa bir ölkənin milli mətbəxi deyil, beynəlxalq bişirmə metodologiyası və texnikalarıdır və aşpazların buna nə qədər vərdiş etdiyi və mətbəxdə bunu yarış zamanı xüsusi təzyiq altında hansı formada nümayiş etdirdikləri ölçülür və bal sistemi dəyərləndirilir. Sərgi ziyarətçilər tərəfindən də böyük maraqla qarşılanır. 2 dəfə də izləyirəm, sabah öz yarışım olacaq. Qrup yoldaşlarımızı dəstəkləmək üçün gəlmişəm. Həqiqətən çox mükəmməldir burada hər şey. Belə sərgiləri normalda xarici ölkələrdə görürdük, amma Azərbaycanda olmağı, Bakıda olmağı çox əladır. Birinci dəfə deyil, mən bura gələm, keçən həmin yarışın, bu yarışın, Qızıl Şah yarışının iştirakçısı olmuşam. Bu il isə baxmağa gəlmişdim. Rəqəmlər marağın yüksək olduğundan xəbər verir. Ümumilikdə 200 iştirakçı qatılıb. Onlardan 73 xarici qonaq, 18-i münsiflər heyətinin üzvüdür. Bu il bizdə 11 ölkədən iştirakçı var. Yerli komandalar iştirak olaraq 22 komanda iştirak eləyir. Bir də 200 nəfərdən çox individual. Münsiflər bütün bu sənədləri doldurandan sonra, balları sayandan sonra axırıncı gün biz elan eləyirik. Gənclər arasında bizim qaliblərimiz 6 nəfər. Onlar Malayziyada keçirilən beynəlxalq çempionata lisenziya alacaqlar və biz tərəfindən ora göndəriləcəklər. Qeyd edək ki, Expo mərkəzində təşkil olunan 6-cı Qızıl Şah Milli Kulinariya Çempionatı 4 gün davam edəcək. Qaliblər son gündə elan olacaq. Türkanə Elsoy, Rizvan Əkbərli, İTV Xəbər.